Dünyanın 7 möcüzəsi. Tarix sükut içində yazılır. Daşla, metalla və insan əzmi ilə. Min illər əvvəl insanlar göydə tanrılarla yarışmaq istədi. Onlar elə tikillər yaratdılar ki, hər biri zamanla mübarizəyə çağırış idi. Lakin zaman amansız bir hakimdir. Bugün sizə tarix boyu insan ağlının, inancının və sənətinin zirvəsi sayılan dünyanın 7 möcüzəsindən danışacağam. Amma bu sadəcə bir siyahı deyil. Bu yox olanların, dağılmışların və yalnız birinin sağ qaldığı epik döyüşün hekayəsidir. Hazırsınızsa keçmişin qapılarını birlikdə açırıq. Bu möhtəşəm bina eradan əvvəl 350-ci ildə indiki Türkiyənin Bodrum şəhərində o vaxtki Halikarnasda inşa edilmişdi. Kariya satrapı Kral Mavsolun ölümündən sonra onun arvadı Artemisia tərəfindən ucaldıldı. Elə bu səbəbdəndir ki, Mavzoley sözü bu tikilidən sonra bütün əzəmətli məzarların ümumi adı oldu. 45 metr hündürlüyündə bu bina Yunan və Misir memarlığını birləşdirən şah əsəri idi. Amma zaman və zəlzələlər onu yavaş-yavaş məhv etdi. 14-cü əsrdə cəngavərlər onun qalıqlarını qalaya çevirdilər. İndi isə onun yerində səssiz daşlar, dağıntılar və unudulmuş bir şöhrət yatır. O, qədim dövrlərin azadlıq heykəli idi. Rodos adasında Helios, günəş tanrısının heykəli eradan əvvəl 280-ci ildə tikildi. 33 metr hündürlüyündə bu nəhəng bürünc abidə adanın mədəni və hərbi gücünün simvoluna çevrilmişdi. Amma möcüzə uzun yaşamadı. Eradan əvvəl 226-cı ildə baş verən zəlzələ onu darmadağın etdi. Maraqlıdır ki, yerə düşən parçalar belə 800 il boyunca turistləri və zəvvarları cəlb edirdi. Ərəblərin adanın işğalından sonra isə qalıqlar satıldı və yoxa çıxdı. Bəzilərinin dediyinə görə bu heykəlin ayaqları arasından hətta gəmilər də keçirdi. Amma bu, bəlkə də insanın xəyalının yaratdığı sadəcə bir uydurmadır. Qədim Misrin Fərov adasında ucaldılmış təxminən 140 metr yüksəklikdə olan bir işıq bürcü idi. Eradan əvvəl 3-cü əsrdə 1-ci Ptolemeyin hakimiyyəti dövründə tikilmişdi. Gündüzlər güzgü sistemləri ilə günəş işığını əks etdirir, gecələr isə odla dənizçilərə yol göstərirdi. Bu texniki möcüzə 1500 il ərzində dünyanın ən hündür binalarından biri olaraq qaldı. Lakin 10-cu və 14-cü əsrlərdəki güclü zəlzələlər onu məhv etdi. Onun qalıqlarından istifadə edilərək bugünkü Qayıtbəy qalası tikildi. Tarix öz materialını dəyişdi, amma yaddaş silinmədi. Babelin asma bağları. Bu ad səsləndiyi anda insanın ağlında yaşıl bir cənnət canlanır. Deyilənə görə Babil kralı 2-ci Nebukadnezar bu bağları arvadı Amitis üçün onun doğma dağlarını xatırlasın deyə tikdirmişdi. Amma burada bir sir var. Bu bağların varlığı ilə bağlı qəti arxeoloji sübutları yoxdur. Onları yalnız qədim Yunan və Romalı tarixçilər yazır. Bəziləri iddia edir ki, bağlar əslində Babildə yox, Assuriya paytaxtı Nivənədə olmuşdur. Gerçək idi, yoxsa uydurma? Tarix bəzən xəyal gücü ilə həqiqətin sərhəddində qarışır. Bu möhtəşəm ibadətgah Efes şəhərində tanrıça Artemidaya həsr olunmuşdu. Bütün Yunanistan bu məbədi ziyarət edirdi. Onu fərqli edən təkcə ölçüsü deyildi. Memarlıq sənətinin incəlikləri və bəzəkləri ilə hər bir detal insanı heyrətləndirirdi. Amma tarix bu məbədə qarşı amansız idi. 3 dəfə dağıdıldı və 3 dəfə yenidən tikildi. Eradan əvvəl 356-cı ildə Herostrat adında biri tarixə düşmək üçün onu yandırdı və o gündən bəri herostratik şöhrət anlayışı yarandı. Sonuncu dəfə qodlar tərəfindən dağıdıldıqdan sonra o artıq yenidən ucalmadı. Olimpiya şəhərində Yunan tanrısı Zevs üçün hazırlanmış bu heykəl Yunan heykəltaraşı Fidiasın baş əsəri sayılırdı. 12 metr hündürlüyündə qızıl və fil sümüyü ilə işlənmiş bu abidə hər baxanı heyran qoyurdu. Amma Bizans dövründə o artıq bütpərəstlik simvolu sayılırdı. Konstantinopol'a köçürüldü və orada bir yanğınla tarixdən silindi.
Beləcə bir zamanlar ildırım çaxdırdığı deyilən tanrı da zamanın qarşısında aciz qaldı. 4500 il keçdi və 7 möcüzədən yalnız biri zamanı sınağından keçə bildi. Böyük Gizə piramidası. Xeopsun məzarı olaraq inşa edilən bu piramida 2 milyon daş blokla tikilib və hər biri 2-3 ton çəkisindədir. O, qədim dünyanın yeganə sağ qalan möcüzəsidir. Zaman, hava, insan heç biri onu sındıra bilmədi. Bu təkcə bir tikinti, təkcə bir məzar deyil. Bu, tarixə meydan oxuyan sirli bir varlığın izidir. Onun necə tikildiyini bu gün belə dəqiq izah edə bilmirik. Bəlkə də insanlar bu nəhəng memarlıq möcüzəsini tikərkən tək deyildilər. Bəziləri deyir ki, onlar kömək aldılar. Amma kimdən? İnsan olmayanlardan, bəlkə daha nəhəng varlıqlardan. Bu haqda olan araşdırmamızı yuxarıda göstərilən oxdan izləyə bilərsiniz. Bu videoda sizə dünyanın 7 möcüzəsini tanıtmağa çalışdım. Daha çox bu tərzdə araşdırma videolarının gəlməsi üçün videonu bəyənməyi, paylaşmağı və ən əsasda kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşmək üzrə.